chocolate. Selamünaleyküm. Salam. Hoş gördük, hoş geldiniz. Hoş gördük. Necəsiniz? Sağ olun, yaxşı olasınız minnətlər. Xeyirli olsun. Çox sağ olun minnətlər. Ben bu Toad Chocolate bir haradasa 1-2-3 həftə bundan qabaq xəbərlərdə gördüm və screenshot edib saxladım ki, bura gəlməliyəm Ağşəhərdə və qismət də bugün imiş, gəldim. Siz gəlin. Bu yerli bir Azərbaycan şokoladıdır, elə mi? Şokoladıdır. Hansı ki, təsvirdə göründüyü kimi biz şokolad toxumunun özündən şokoladın özünə özümüz istehsal edirik. Yəni nə deməkdir bu? Bintubar. Yəni əl əməyi ilə istehsal olunan şokolad. Hansı ki, biz Bintubar xəritəsində də Azərbaycan olunaraq və yer məkan olunaraq orada kartada görsənirik ümumi olaraq beynəlxalq üzrə. Və biz toxumları premium toxumlardır. Dominikan Respublikasına məxsusdur və bu arada toxumlarımızın heç bir alqazı prosesdən keçmir. Yəni qələmləşdirilmir, ximikatlarla yuyulmur. Yəni hər bir şey burada organikdir. Özünüzün burada görürəm. Bunlar da sizin Bəli, bunlar bizim melanjör qazanlarımızdır, yəni daş dəyirmanlarımızdır. Biz şokoladı bu aparatlar vasitəsilə üyüdürsünüz. Bəli, üyüdürük və istehsalında başlayırıq. Bunlar da yəqin ki test üçündür. Bunlar bizim dadımlıqlardır. Hansı ki Yəni dadlarına baxın. tamam. Məsələn, Bu bizim çiyələkli şokoladımızdır. Hansı ki biz bu şokoladı özümüzün sublimə etdiyimiz çiyələyin tozundan hazırlayırıq. Yəni biz bu şokoladlara hər hansısa bir əlavə dadlandırıcı və rəng deyə bir şey qatmırıq. Və nə gözəl dadı var. Bunların dadına baxaram. Bu isə bu isə qovrulmuş kakaonun özüdür. qovrulmuş kakao. Bəli. Bunu Burada yemək isə- olar. Bəli, onu yeyə bilərsiniz. Çox gözəl və möhtəşəm dadı var. Bu isə onun qabıqlarının ayrılmış forması həm də üyüdülmüş. Burada həm rəngini daha dolğun və Aa, qoxusunu nə daha gözəldir, nə möhtəşəm gözəldir. hiss edə bilərsiniz. Ah, möhtəşəm. Nə gözəldir. Mən həmişə bilirsiniz nə düşünmüşəm? Həmişə düşünmüşəm ki, nəyə görə Azərbaycanın özünün istehsalı olmasın. Mən sizi dəstəkləyirəm və sizə alqış deyirəm, sizə sağ ol deyirəm ki, bax, sərmayə qoyub belə bir, yaxın gəlin bura. Sərmayə qoyub bax, belə bir şokolad növləri yaratmışsınız. Azərbaycanın milli şokolad brendi. Çox sağ olun. Toad. Və mən buna görə sizi alqışlayıram, çünki onsuz da şokolatı hardan alırıq? Belçikadan, İsveçrədən, Fransadan, İngiltərədən, cürbəcür ölkələrdən də onsuz da şokoladlar gəlir. Hər bir ölkənin öz şokoladı var. Amma Azərbaycana gələn şokoladların heç birisi o şokolad, o binlərə nə deyirsin, şokolad ağacından desə, o kakao. Kakaodan ki, orada kakao ki bitmir. Və məyər Belçikada kakao var, məyər İsveçrədə kakao var və yaxud kofe ağacı var. Yox, bunların hamısı Afrikadan, Latin Amerikasından gəlir. Onlar onu düzəldib bizə satırlar. Hətta çayları belə, Fransa çayı gözəldir, İngiltərə çayı gözəldir. O baxımdan niyə Azərbaycanda özü o kakao dənələrini bura gətirib, bundan üyüdüb belə şokoladlar hazırlamasın? 100% indi mən əminəm ki, bunlar 100% təbiidir. Bunlar da dondurulmuş, Bəli, bunlar da bizim qurudulmuş sublim olmuş bananlar, meyvələrimizdir ki. meyvələrdir. Bu da təbii kakao. Bəli, təbii kakao tozudur ki, bizim şokoladların üstündəki görsənən təsvirlər də öz milli loqolarımıza məxsusdur. Yəni Qarabağ atıdır və Bunlar milli ornamentlər üzərində. bəli. Çox bəyənilsin. Burada da nələrsə var? Onlar bizim tam təbii fındıq əzmələrimizdir. Fındıq əzməsi. Bəli, onlar Kakaolu və südlü. onlar 4 məhsuldan hazırlanır. Zakatala fındığıdır, Belarusiya istehsalı təbii quru süddür, kakaonun özüdür və şəkərdir. Yaxın zamanlarda biz onun şəkərsiz səviyyəsində istehsalına başlayacağıq. Mən sizi təbrik edirəm. Çox gözəl, xoşuma gəlir ki, Azərbaycanın özünün milli məhsulları istehsalı olsun. Sizə alqışlayıram ki, bu qədər zəhmət çəkmişsiniz. Yəqin buna hazırlıq dövrünüz gedib. Bütün və Azərbaycanın yerli şokolad brendini belə yüksək səviyyədə hazırlamışsınız. İndi mən onun ikisinin dadına baxdım. Çox xoşuma gəldi. Yenə dadlarına baxaram, çox gözəl və əminəm ki, bunlar tam olaraq orqanik və təbiidir. Bəli. Məhsullarımız Bu elə gedib başqa ölkələrin şokoladını alıncan öz milli insanlarımızın, Azərbaycanda istehsal edənlərin şokoladını alar, həm onlara kömək edər, həm onlar iş yeri yaradır, həm dövlətin büdcəsinə vergi ödəyirlər,
həm də iş yeri yaradırlar, həm də ki Azərbaycanın bu adıdır. Mən sizi alqışlayıram və təbrik Çox sağ olun. edirəm. Minnətdarım. Bax, çox sağ olun. Təşəkkür edirəm.